Rizvan bəy, əlbəttə ki, Azərbaycan prezidenti dedi ki, biz toqquşma məkanı olmasına, toqquşma yeri olmasına Azərbaycanın imkan verməyəcək. Hazırda kifayət qədər gərginlik var. Bu kontekstdə Azərbaycan prezidentinin nəyə işarə etdiyi əslində bizə aydındır. Amma Azərbaycanın bugün toqquşma yeri olması üçün çalışanlar mı var, yoxsa vəziyyət elə gətirə bilər ki, Azərbaycan sadəcə toqquşma məkanına çevrilsin? Azərbaycanın, ümumilikdə regionun toqquşma məkanı olması, kimlərinsə siyasətində, necə deyərlər, bir meydançaya çevrilməsi və yaxud da ki, ayrı-ayrı dövlətlərdən bir instrument kimi istifadə edilməsi arzusu və yaxud da ki, bu geosiyasi iddialar həmişə olub, bugün də qalmaqdadır. Amma 2020-ci ildə Azərbaycan işğala son qoymaqla, 2023-cü ildə isə özünün ərazi bütövlüyünün, suverenliyini tam bərpa etməklə yeni siyasi reallıq yaratdı. Yəni, digər xarici aktorların bir regionda nüfuz qazanması, yəni bədniyyətli, həmin çaxnaşma yaratmaq niyyətindən onlar hansı zəif nöqtələr axtarırlar. Bu zəif nöqtələr üçün də təbii ki, işğal faktoru və yaxud da ki, dövlətlərin daxili siyasi vəziyyətində olan zəif nöqtələr bunun üçün əsas ola bilər. Amma bugün bunların heç biri Azərbaycanın vəziyyətində, necə deyirlər, hal deyil. Biz yaratdığımız sülh gündəmindən, hansı ki, bunun əsasında cənab prezidentin strateji vizyonu dayanır, əməkdaşlıq imkanları dayanır. Bütün bu, necə deyirlər, mənfi istiqamətə müdaxilə imkanlarını aradan qaldırmışıq. Və cənab prezident də ABŞ Ticarət Palatasının üzvləri ilə görüşdə qeyd edəndə ki, biz çalışacağıq ki, Azərbaycan münaqişə ocağına çevrilməsi, münaqişə məkanına çevrilməsi, məhz bu məsələlər nəzərdə tutulur. Çünki Azərbaycanın yaratdığı yeni siyasi reallıq, bu yeni status quo-nun üstünlükləri təkcə Cənubi Qafqaza deyil, onun sərhədini aşan daha böyük bir regiona iqtisadi əməkdaşlıq imkanları, necə deyirlər, win-win imkanları yaradır və eyni zamanda Birləşmiş Ştatlar kimi, Avropa İttifaqı kimi digər aktorların da həmin o yeni siyasi reallıqların üstünlüklərindən irəli gələn əməkdaşlıqda yer almaq, həm inteqrasiya, həm tranzit nəqliyyat imkanlarından istifadə etmək üçün unikal şərait təqdim edir.